Salam əziz şagirdlər, bugün mən birciz elektrik sayəsində yüklü zərrəciklərimiz hansı hərəkəti icra edir, bunun haqqında məlumat verəcəm. Gəlin ilk öncə birciz sahə haqqında məlumat alaq. Görək birciz sahə nədir? Birciz sahə dedikdə intensivlikləri ədədi qiymətcə və istiqamətcə bərabər olan, eyni olan sahə nəzərdə tutulur. Və birciz sahəni təsvir edəndə uşaqlar biz necə təsvir edirik? İntensivlik xətləri, yəni qüvvə xətləri bir-birlərinə paralel istiqamətdə yönəlməlidir və bu paralel xətlər arasındakı məsafələrimizdə bərabər olmalıdır ki, uşaqlar həmin sahə bircin sahə hesab olunsun. İntensivliyimizin istiqamətlərini də göstərəyim uşaqlar. Bu da intensivliklərimizin istiqamətidir və yadınızda saxlayın ki, bütün nöqtələrdə intensivliklərimiz nədir? Ədədi qiymətcədə bərabərdir. Gəlin indi yüklü zərrəciklərə bircin sahədə hansı istiqamətdə qüvvə təsir edir, bunun haqqında danışaq. Müsbət yüklü zərrəciyə uşaqlar intensivlik istiqamətində qüvvə təsir edir. Mənfi yüklü zərrəciyə intensivliyin əksi istiqamətdə qüvvə təsir edir. Və yüksüz zərrəciyə qüvvə təsir edirmi görək uşaqlar? Adından məlum dediyimiz kimi Q bərabər nədir? 0, yüksüz zərrəcikdir. Yükü yoxdur. Elektrik qüvvəsində düsturu necədir? F elektrik bərabər Q vuraq Y-yə. Q'miz sıfıra getdi. Sıfıra getdisə F'imiz də nə olacaq? 0. Və buradan belə bir məlum olur ki, artıq biz bircin sahədə yüksüz zərrəciyimizə qüvvə təsir etmir. F bərabər nəyə? 0-a. Gəlin indi keçək uşaqlar, görək bircin sahədə yüklü zərrəciklərimiz bərabər təcilli hərəkət edir, yoxsa dəyişən təcilli. Birinci gəlin düsturunu çıxardaq, təcilli düsturunu. MA bərabər nəyə? F əvəzləyiciyə. Hamı bu düsturu bilir. Sonra MA bərabərdir. Elektrik sahəsində dedik ki, birciz elektrik sahəsində yüklü zərrəciyə hansı qüvvə təsir edir? Elektrik qüvvəsi. F elektrik. MA da bərabərdir. Elektrik qüvvəsində düsturunu bayaq yazdım. F elektrik bərabər nəyə? Q vuraq Y-yə. Q vuraq Y, gətirib yerinə yazdım. Mənə lazımdır təcil. Təcil A bərabərdir. Deməli, Q vuraq Y bölünsün M-ə. Biz artıq təcilin düsturunu aldıq. Uşaqlar, yadınızda saxlayın ki, Q'dir, M'dir, yüklü zərrəciyə xas bir kəmiyyətlərdir. Ona görə də onlar dəyişmir. Yəni, yüklü zərrəcik dəyişməlidir ki, onlar dəyişsin ədədi qiymətcə. Və bircin sahədə dedik ki, intensivlik ədədi qiymətcə necə olur? Sabit olur, dəyişməz olur. Y bərabər konus. Q də dəyişmədi, M də dəyişmədi, Y də dəyişmədi. Onda təcilimiz də necə olacaq? Sabit qalacaq. Və buradan belə məlum olur ki, bircin sahədə, bircin elektrik sayəsində yüklü zərrəciyimiz necə hərəkət edir? Bərabər təcilli hərəkət edir. Bərabər təcilli hərəkətində neçə növü vardı uşaqlar? 2 növü var idi. Yəni, yüklü zərrəciyimiz artıq birciz elektrik sahəsində ya bərabər yeyinləşən hərəkəti icra edəcək, ya da bərabər yavaşlayan hərəkəti icra edəcək. Gəlin uşaqlar, indi öyrəndiklərimizin tətbiqinə keçəyin. Tətbiqə keçməmişdən əvvəl bizə lazım olan məqamları mən burada vurğulayım uşaqlar. Deməli, müsbət yüklü zərrəciyə dedik ki, intensivlik istiqamətində qüvvə təsir edir. Bizim müsbət yüklü zərrəciyə təsir edən qüvvənin istiqaməti. Mənfi yüklü zərrəciyə intensivlik xətlərinin əksi istiqamətdə qüvvə təsir edir. Sonra bircin sahədə dedik ki, uşaqlar yüklü zərrəciyimiz bərabər təcilli hərəkəti icra edir. Bərabər təcilli hərəkətində 2 növü oldu. Bərabər yeyinləşən, bir də bərabər yavaşlayan. Yadınızda saxlayın ki, uşaqlar, bərabər yeyinləşən hərəkətdə qüvvə ilə sürətimiz eyni istiqamətdə yönəlir. Bərabər yavaşlayan hərəkətdə isə qüvvə ilə sürətimiz isə uşaqlar əks istiqamətdə yönəlir. Bu məqamlara biz baxaraq məsələlərimizi həll edəcəyik. Birinci, məsəl üçün, müsbət yüklü zərrəciyimiz intensivlik istiqamətində sahəyə daxil oldu. Deməli, bu bizim sürətin istiqamətidir. Uşaqlar, bir məqamda vurğulayıram ki, sürətin istiqamətinə baxmayacaqsınız qüvvənin istiqamətini göstərəndə. Qüvvənin istiqamətini göstərəndə yalnız intensivliyin istiqamətinə baxacaqsınız. Gəlin baxalım, qüvvəmiz artıq müsbət yüklü zərrəciyə hansı istiqamətdə qüvvə təsiri, intensivlik. Gəlin çəkəyin, intensivlik istiqamətində, qüvvəmizin istiqamətində çəkdik. Qüvvə ilə də sürət necə yönəldi? Eyni istiqamətdə. Eyni istiqamətlə yönəldirsə, yüklü zərrəciyimiz hansı hərəkəti icra edəcək? Bərabər yeyinləşən hərəkəti icra edəcək. Gəlin ikinci, məsələn, mənfi yüklü zərrəcik götürək. Mənfi yüklü zərrəcikdir, uşaqlar, və intensivlik əks istiqamətdə sahəyə daxil olubdur. Sürətin istiqaməti. Gəlin baxalım uşaqlar, görək ki, mənfi yüklü zərrəciyə hansı istiqamətdə qüvvə təsir edir? İntensivliyin əksi istiqamətdə. Gəlin çəkəyin, mənfi yüklü zərrəciyə olduğuna görə intensivlik əksi və qüvvə ilə sürət eyni istiqamətdə yönəldiyinə görə hansı hərəkəti icra edəcək yenə? Bərabər yeyinləşən hərəkəti icra edəcək. Sonra gəlin başqa bir dənə üçüncü, məsəl üçün, yenə mənfi yüklü zərrəcik götürək.
mənfi bir yüklü zərrəcik götürüm. Sahə istiqamətində, intensivlik istiqamətində sahəyə daxil oldu. Mənfi yüklü zərrəcik hansı istiqamətdə qüvvə təsir edir? İntensivliyin əksi istiqamətdə, qüvvəmin də istiqamətini göstərdim. İndi baxırsınız ki, sürətlə qüvvə əks istiqamətdə yönəldir. Əks istiqamətdə yönələndə yüklü zərrəciyimiz hansı hərəkəti icra edəcək? Bərabər yavaş yön hərəkəti icra edəcək.